cədvəlidir. Buna biz deyirik vəzifə maaşı. İş günləri, məsəl üçün, aprel isə 22 iş günü var. Faktiki iş günləri ilə iş günlərinin arasında fərq ondadır ki, real işə gəlib getdiyi günlər, bu da ki, çəkilişdirsən, hər dəfə edirsən. Orada yatıyor. Qoy bura. Nasıl? Hayır. Oldu. 22 iş günü odur ki, altı bazara çıxanda, ümumiyyətcə, aprel ayında 30 gün var. 4 dənə altı bazara çıxanda 800 gün çıxdı. 22 iş günü var apreldə. Mesela 15 gün işə gəldi. Faktiki iş günü odur ki, işə gəldiyi gündən. Bu hesablanmış əmək haqqı. Hesablanmış əmək haqqı sən niyə tutursan? İsti deyilsən, hə? İsti, belə rahatdır. Hə? Belə rahatdır ona görə. Hesablanmış əmək haqqını indi hesablayacağıq. Bu birinci addımdır. Karta oturan pul deyil bu. Bu 15 gün ərzində ona hesablanmış əmək haqqıdır. Oradan da hələ sosial sığorta vergilər çıxandan sonra karta oturana çıxardacaq. Əvvəl elə baxaq görək bu necə hesablayır. Deyək ki, qoy 400-ə ki, bu 20 iş günü olmasın ki, 2 dənə bayram olub. 450 manat maaşı biz bölürük 20 iş günə. Bizdə nə olar? 22,5 manat. Düz deyirəm? Yox, Hə? hə. 22,5-i vuraq 15-ə. Nə qədər edir? Bu da onu tək. 337 manat 50 qəpik. Bu hesablanmış əmək haqqıdır ki, 15 gün üçün hesablanır. Bunun saat hesabı da belə hesablayırlar. Böyük müəssisələrdə turniket olur, orada saat hesabı hesablayırlar. Balaca müəssisələrdə isə adətən 20 iş günə bölünür. Burada 20 iş günü ərzində 160 saata böləcəyik. Böl onu 160 saata. $2,81 qəpik 1 saatının puludur. 2,81-i də indi biz vuracağıq 120 saata. 120 saat nə deməkdir? Yəni 15 günü vurulsun 8 saat deməkdir. Nə qədər edir? 137,50 edir. Şimdi biraz qəpikdə fərq edə bilər, çünki 81-in arxası da var idi. 137,50. Belə bu çıxır gedir ora. Yəni hesablanmış əmək haqqını belə hesablayırıq. Hələ hesablanmış əmək haqqısı bunun 337 manatdır. Oradan da sosial sığortalar falanlar ödəyəcək. Onu da indi lövhəni siləndən sonra izahlayacağım. Bunun şəklini çəkin.